daxili təhlükəsizlik qoruması baxımından, eyni zamanda xarici siyasət baxımından, daxili siyasət baxımından zəif olan bir rejim təbii ki, çalışacaq ki, bu kimi pafoslu çıxışlar, fotolar, banerlərlə xalqın içindəki o dağılmış, sarsılmış hörmətini neynəsin, bərpa eləsin. Vaxtilə Suriya ilə də bağlı Heydər bəy bu kimi şeyləri görürdük. Amma nəticə nə oldu? Suriyada Bəşar Əsəd, zalim Bəşar Əsəd hakimiyyətdən getdi və bugün Suriyada nisbi əmin-amanlıq və təhlükəsizlik var. Bu yaxında Livanla bağlı da çox ciddi beynəlxalq tədbirlər görülməkdədir. Hətta Amerika prezidenti Trump'ın özü də dediyinə görə, yəni belə bir iddiada bulundu ki, Livanda təkcə Amerika və yaxud İsrail deyil, bir çox dünya ölkələri vardılar ki, Livanda terror yuvalarını təmizləmək və Livanı normal, sivil dünyaya geri qaytarmaq istəyirlər. Yəni, mən deyərdim, burada bir beynəlxalq icma formalaşıbdır. Və bu beynəlxalq icma xüsusilə də Orta Şərqdə şər yuvasına çevrilmiş müəyyən əraziləri bu bərbad və qeyri-insani ideologiyalardan təmizləməyə cəhd edirlər. Bilirsiniz, haradakı məzhəbçilik var, haradakı təriqətçilik var, haradakı insanların rəvanından, ruhundan, əqidəsindən, sadəliyindən, emosiyalarından sui-istifadə cəhdləri var. Orada həm diktatoriya formalaşar, necə ki, Suriyada formalaşmışdır, necə ki, İranda formalaşır. Həm məzlum xalq formalaşar, yəni manqurt, məzlum, assimiliyasiyaya uğramış, ruhu, mənəviyyatı əsir olmuş, amma özünün də bundan xəbəri olmayan bir xalq formalaşar ki, həmən xalq özü özünə düşmən kimi hətta davranar, öz qəhrəmanını vurar, öz milli kimliyinə biganə olar, öz milli düşüncəsinə qarşı döyüşər, hətta milli abidələrini belə hədəfə alar. Nəyin uğrunda? Saxta, süni, məzhəbçilik, təriqətçilik uğrunda.